Salamlar əziz dostlar. Kainatda bütün nəsnələri hərəkətə gətirən, dəyişdirən, inkişafa və yaxud tənəzzülə məruz qoyan, hətta bir arada tutan ən fenomenal və önəmli faktorlardan biri gücdür. Məntiqi güc. Və insan cəmiyyətində güc faktorunun bir sıra mənbələri fərqləndirilir. Heç şübhəsiz bunların arasında ən qədimi və bəlkə də ən önəmlisi ordudur. Ordu sözü etimoloji baxımdan qədim prototürk və monqol dillərində qaynaqlanır. Hazırda da müasir dünya dillərində bu söz var, istifadə olunur. İngilis dilinə horde, alman dilinə horde, rus dilinə arda kimi keçib. Leksik baxımdan müxtəlif mənaları var ordu sözünün. Nizam, intizam, qayda, qanun, disiplin, düzülüş, sıra, kral hakimiyyəti, kral məhkəməsi, hətta irsilik, vərəsəlik. Bir sözlə, müasir dövlət anlamı qədim dövrlərdə ordu və yaxud orda anlamı ilə eynilik təşkil edirdi. Və ümumiyyətlə, dövlət fenomeninin meydana çıxmasını da sırf güc faktoru ilə bağlayan alimlər, filosoflar, sosiologlar, hüquqşünaslar var. Məsələn, İngilis hüquqşünası Edward Jenks istənilən siyasi təsisatın meydana gəlməsini güc faktoru ilə bağlayır. Ludwig Gumploviçin güc nəzəriyyəsi var. Beləliklə, istənilən xalqın taleyində olduğu kimi, Azərbaycan xalqının da müqəddəratının müəyyənləşdirilməsində Azərbaycan ordusu hər zaman çox mühüm rol oynayıbdır. Tarixin bütün dövrlərində. Və bugün də 26 iyun tarixində Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir. Bilirik ki, 26 iyun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan ordusunu, silahlı qüvvələrini təsis edibdir. Və 1998-ci ildən etibarən rəsmi qaydada bugün, bu tarix Azərbaycan Silahlı Qüvvələr Günü kimi qeyd edilir. Və Azərbaycan xalqı çox humanist, mehriban, dinc, yanaşı yaşama prinsipini hər zaman üstün tutan bir xalqdır. Ona görə də Azərbaycan ordusunun, Azərbaycan xalqının taleyində əvvəl də qeyd etdiyim kimi hər zaman həlledici rolu olubdur. Və mən sadə bir Azərbaycan vətəndaşı olaraq bu tarixdə, bugün 26 iyun 2026-cı il tarixində Azərbaycan ordusunun bütün şəxsi heyətinə və komandanlığına ilk öncə sülh, əmin-amanlıq, rifah arzuluyuram və əgər işdir, hərbi əməliyyatlar, müharibələr olarsa, olmamasını hər birimiz diləyirik, onlara qələbələr diləyirəm. Hələlik, sağlıqla qalın.